Azərbaycanın məşhur xalq artisti İlhamə Quliyevanın bacısı qızı Nigar Həsənova bir sıra vətəndaşlardan küllü miqdarda pul və qızıl zinət əşyalarını mənimsəyərək dələduzluq edib. Mansetazın əldə etdiyi məlumata görə, Bakıda kosmetoloq kimi fəaliyyət göstərən Nigar Həsənova bir neçə vətəndaşın etibarını qazanaraq onlardan küllü miqdarda pul, qızıl zinət əşyaları alıb və geri qaytarmayıb. Məlumata əsasən Nigar Həsənova götürdüyü pul vəsaitlərinin və zinət əşyalarının bir hissəsini borclarını ödəməyə xərcləyib, digər hissəsini isə lambarda qoyub. İddialara görə o, Pakizə Əliyeva adlı vətəndaşdan 146.290.000 manat pul vəsaiti və 700 qram qızıl, Lalə Rüstəmovadan 650 qram qızıl, həmçinin İlqar Əliyevdən 50.000 manat alaraq geri qaytarmayıb. Bundan başqa, Nigar Həsənovanın daha bir sıra şəxslərə qarşı dələduzluq etdiyi, küllü miqdarda pul və zinət əşyaları mənimsədiyi bildirilir. Hazırda bununla bağlı polis orqanlarında araşdırma aparıldığı qeyd edilib. Adı çəkilən Nigar Həsənova ilə əlaqə saxlasaq da o heç bir cavab vermədən telefonu söndürüb. Qeyd edək ki, Nigar Həsənova Azərbaycanın xalq artisti İlhamə Quliyevanın bacısı İradə Həsənovanın qızıdır.